sualıdır. Baxın. Hə, bax bu çox gözəl sualdır. Trigonometrik tənlik. Bax, belə bir cəm vermişəm. Yuxarılarda və aşağılarda. Deyirəm ki, tənlik həlli. 3 sinüs Nə 6. gəlir? Ağlınıza nə gəlir? Sizdən biraz soruşmalıyam. Müəllim, hasinə çevirəcəyik də burada. Necə? Burada sürətdə sinus 3x-la sinus 7x-i, çünki ortada o Aferin, sinus əla. 5x-i verəcək. Əla. Əslində 60-da da topluluqlar, həmən. məsələn, belə sual tipləri var. Əla. Deməli, nə edirsiniz? Ədədi silsilə kimi gedir. Görürsünüz? Deməli, bunu çevirəndə, bax, bununla bunu çevirin. Məsələn, bax, sinus 3x-i deyə sinus 7x. Asili cəmə çevirin. Eləyir 2 dənə sinus topla bölü 2-yə, kosinus çıx bölü 2-yə. 2x. Bununla da bunu eləyin. Oradan görürsünüz, yuxarıdan sinus 5x-lər ortaq olur, ixtisar gedir. İndi bax, bunun biclik üsulu nədir? O görə vaxtınız gedərdi. Biclik üsulunuz budur. Ortada dayananın nisbətləri olur. Sinus böl kosinus. Onda cavab nə edəcək? Tangent. İndi tangent kökücü necə alırdı? İlk kök, yəni 60 dərəcə. Üstəgəl pika, pika. yəni 180 dərəcə vur k. Onda Bölək hamısını beşə. 5'e böləcək. 12 üstəgəl. 90 dərəcə vur k. Deyir ki, bura düşən köklər. Yəni birinci birdəki köklər. K'lara qiymət K verir. 0 olanda 12 dərəcə edir. Çünki k tam ədədidir. K1 olanda tapın. K2 olanda düşər. Bu şəkildə. Deyərdik ki, orada neçə kök var. Bildinizdə yəqin ki, burada mən nə demək istədim. Bəli. İndi növbəti imtahanlarda ola bilər yuxarıları lap artıraq.